Herkese salam. Kanalıma və yeni videoma hər biriniz xoş gəlmisiniz. Bu dəfə vlogumu oğlumun saçını kəsməklə başlayıram. Oğlumun 6 ay olsa da anadan olandan hələ saçı kəsilməmişdi. Başında olan saçlar isə çox nazik, seyrək və cansız tüklər olduğuna görə düşündük ki, artıq onları kəsməyin vaxtıdır. Bəlkə keçəlləşdirsək, biraz saçları gürlaşar. Evdə heç işlənməmiş, təmiz, təzə maşınka var idi. Elə həmin maşınka ilə uşağın saçlarını qırxdım. Düzdür, tam olaraq istədiyim kimi yaxşı qırxa bilmədim. Həm uzun müddət çəkdi, həm də ki, bacarmırdım, yəni qırxmağı ilk dəfə olduğuna görə. Amma yenə də ən azından yarım yamalaq olsa da uşağın başı qırxılmış oldu. Və salam, oldu ki oğlan. İndi gedir çimməyə. Bu da oğlumun ilk saçları. Lap DNT analizi götürmüş kimi oldum. Qoyuram digər şeylərin yanına. Bu qutunu da yəqin ki əvvəllər sizə göstərmişəm. Bu onların ilk əşyalarıdır. Uşaqlarımın. Onlardan xatirə olaraq saxlayıram. İndi də düşürəm həyəti təmizləməyə. Həyət biraz qarışıb buralar bir-birinə. Neçə gündə hava çox soyuqdur. Eləyə bilmirəm bir türlü. Hətta bu tərəfə baxın. Gecə o qədər soyuq olur ki, şaxta olur ki. Hələ gün çıxıb indi təzə-təzə buranın buzu əriyir də yəni. Buralar hər yer belə şaxtadır. Donub yəni belə otlar. Bir sən süpürdüm. İndi bu tərəfi istəyirəm ki, buraları təmizləyim. Sonra şeyləyim, süpürüm qalan yerlərdə. Çünki stolun üstündən götürüləcək şeylər çoxdur. Onları götürüb aparacağım. Buralarda biraz səliqə yaradıb sonra qalan yerlər süpürəcəm. Salonun üstünü təmizlədim, qaldı silmək. Oraları da təmizlədim. Bir kokta zibir yığdım. İndi qaldı buradan bu tərəfi süpürmək. Hava o qədər soyuqdur ki, rəsmən əllərimi hiss eləmirəm. Çox soyuqdur. Həyətin hər yerini süpürdüm. Buradan belə görünmür, amma tərtəmiz oldu. Yəni buralara qədər belə süpürdüm. Yarpaqları yığdım bir yerə. İndi aparıb bunu tulayacağım. Sonra çıxacağım evə. Buraları hər tərəfi təmizlədim, süpürdüm. Qaldı paltarları 2-3 dənə qalıb, bəzilərini yığmışam. 2-3 dənə qalıb, onları da götürüm. Odun da gətirdim, çıxım evə sonra. Çox soyuqdur, dəhşət soyuqdur. Günəş çıxıb, amma o qədər soyuqdur ki, yəni əllərimi hiss eləmirəm. O dərəcədə soyuqdur. Bunları da belə götürüm. Çıxım. Fındığı. Koz. 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 Ondan sonra çıxdım evə. Qaynımdan biraz koz sındırmışdı. Oğlumdan onları təmizlədik.
Təmizləyəndən sonra isə hamısını qoz fındıq çəkmək üçün olan maşında xırdaladıq. Bugün həm də salat hazırlayacaqdıq. Onun ərzaqlarını qoydum bişməyə, bir yandan da evdə bir neçə işlərimi görməyə çalışdım. Ərzaqlar bişdi, mən də başladım salatın hazırlığına. Kartofları belə böyük-böyük doğramağımın səbəbi odur ki, hamısını dənə-dənə əlimlə xırdalamayacağam. Bankanın ağzına bir başlıq var, onu qoyacağam və onun üstündən keçirəcəm. İndi həmin başlığı da sizə göstərəcəm. Çox rahat bir şeydir, dənə-dənə heç bir şey doğramağa ehtiyac yoxdur. Sonra keçdim yumurtalara. Yumurtaları da yenə eyni qayda ilə həmin aparatdan keçirirəm. Bir dənəsinin sarısı ilə birlikdə qalanların hamısını isə yalnız ağını keçirdim. Bütün bunları eləyə-eləyə qaynanamla o qədər söhbət eləmişik ki, bütün səsləri kəsmək məcburiyyətində qalıram. Amma turşu xiyarlar bərk olduğu üçün ondan keçirmək olmadı. Bunların hamısını əlimdə doğradım, sonra da suyunu sıxıb salatın üzərinə əlavə elədim. Məni ən çox yoran, ən sevmədiyim iş isə bu əti xırdalamaq işidir. Bu da hələ mayonez və smetana tökülməmiş son halı. İndi deyəcəksiniz ki, bu vlogun yarısı elə salat hazırlığı oldu. Amma neyniyim xanımlar? Azərbaycan xanımlar olaraq son 2 gündə ancaq belə işlərlə məşğuluq. Paytaxt salatını hazırladım, qoydum qırağa. Son vəziyyətini çəkə bilmədim, çünki işıq yanmırdı. Hətta bunun da başlanğıcını çəkə bilmədim daha doğrusu, çünki işıqlarımız yanmırdı. Bunu elədiyim anda işıqlar yandı. Qısacası, keçdim yuxa salatına. Ən alt qatı 2 dənə yuxa elədim. Sonra üzərinə mayonezləyib, üzərinə kartof, daha sonra digər ərzaqları sıra ilə düzdüm. Bu salatı hazırlamadan əvvəl bir neçə reseptə baxmışdım YouTube'da. Bir xanım hər iki üzünü mayonezləyirdi yuxanın. Bir xanım sadəcə bir üzünü mayonezləyirdi. Bir xanım smetandan mayonezi qatışdırırdı, biri qatışdırmırdı. Yəni hərə fərqli eləyə bilər. Ona görə də mən hər iki üzünü mayonezləmədim, amma smetanla mayonezi qatıb elədim ki, təkcə mayonezin dadındansa məncə ikisinin dadı birlikdə daha gözəl olur. İkinci qat olaraq da kök əlavə elədim. Hər qat eləyəndən sonra üzərinə duz və istiot da əlavə edirdim. Üçüncü qat olaraq da döş ətini əlavə elədim. Yenə də bir neçə fərqli reseptə baxdığım üçün burada da fərqlilik var idi. Bəzi xanımlar sadəcə yumurtanı əlavə eləyirdi, bəzi xanımlar isə yumurtanın üzərinə qarğıdalı dənələri də tökürdü. Mən də bir neçə qarğıdalı dənəsi
üzərinə əlavə elədim. Və gəldi ən kritik an, bunu bükmək. Əsas məsələ odur ki, altdakı yuxalar partlamasın. Amma partladılar. O bir yuxanı eləyib qutarandan sonra yenə yuxalarım qalmışdı. Bunlar biraz fərqli quruluşda elədim. Qaynanam mən başqa bir dənəsinə atmışdı. Orada sıra ilə yuxaların üzərinə həmin ərzaqlar düzülürdü və hamısı birlikdə bükülürdü. Bunu da sınamaq qərarına gəldik. Yenə altdan 2 dənə yuxa qoydum. Üstündən isə kartof, döşəti, markov falan bunların hamısını eyni içliyi, belə deyək ki, yan-yana düzdüm sıra ilə. Sonra da bükdüm, götürdüm. Salatlardan qurtarandan sonra keçdim biraz da şirniyyat hazırlığına. Əslində çox da şirniyyat demək olmaz, sadəcə peçeniya hazırlayacağam. Bu dəfə ev üsulu tutqu hazırlayırıq xanımlar. Ağızda əriyir, yumuşaqdır. Nə çox şirin deyil, nə də şit deyil. Əsl atışdırmalıq. Əslində reseptində qatıq yox idi. Yəni YouTube'da bacım mənə atmışdı. Orada qatıq yox idi. Amma bacım dedi ki, mən özüm qatıq əlavə eləyirəm, daha dadlı olur. Ona görə mən də əlavə elədim. Bir də əsas şey, xəmiri tam olmamışdan bölmək lazımdır. Yəni tam olaraq yoğurub bitirməmişdən, unun hamısını tökməmişdən xəmiri bölün. Çünki digər hissəni, yəni hal-hazırda gördüyünüz hissəni unla yenidən yoğuracaqsınız və xəmir tam bərkiyib normal vəziyyətinə düşəcək. Yağlı, ələ yapışmayan xəmir olacaq. Digər hissəyə isə kakao tökəcəyik. Kakao tökəndə o da toz kıvamında olduğuna görə xəmiri bərkləşdirir. Yəni tam olaraq bərk xəmirin üzərinə kakaonu tökəndə qara hissə daha bərk olurmuş. Deyəsən ən çətin şey elə bunu qaraltmaqdır. Bayaqdan çox yoruldum bunu qaraltmaq üçün. Yəni bacardığım qədər qaraltdım. İndi isə başlayıram forma verməyə. Forma vermək çox asandır. Eyni ilə videoda gördüyünüz kimi kiçik hissələr ayıracağım və onları yan-yana düzüb əlimlə yumrulayacağım. Düzdür, biraz vaxt aparır, amma ki görünüş olaraq çox gözəl olur. Elədim bunları belə bu formada oldular. İndi qoyacağım, buranı yağladım qəşəngcə, indi qoyacağım pişirməyə. Yağlı kağızım qurtarmışdı, ona görə sadəcə sobanın qabını yağladım, elə qoydum. Heç bir yapışma falan, heç nə olmadı. Orada bişməyində olsun, mən də başlayayım bu qabları yumağa. O qədər qab var ki, hələ qazın üstündə də var. Yəni, buralar aləm dəyib bir-birinə. Səhərdən işıq yanmırdı, ona görə qablar yığılıb.
da ikinci partiyam. Gitsin pişmeye burada. Yudum yığıştırdım. İndi kaldı. Bu topkanın içerisinde olanları da götürüp yığacağım bura. Все, bugünlük bitirişim. Və bu qədər əziz xanımlar, vlogumu da burada yekunlaşdırıram. Bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Biş-düş dolu bir vlog oldu. Bayram qabağı hazırlıqlarımız oldu. Ta ki hər birimizin evində bolluk, bərəkət olsun. Biz də bişirək, düşürək. Hər birinizi yeni il münasibəti ilə təbrik edirəm. Uzun-uzun illərə, gözəl günlərə, bayramlara çıxasınız inşallah. Yeni ildə nə arzularınız varsa, hamısının gerçəkləşməsi diləyi ilə. Hələlik.